Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Ala nebiyina Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Deməli, qardaşlar soruşdular, açıqlamada mənə borcumdur bu Veysel Orucov barəsində. Çünki illərdir ölkəmizə gələ bilmirdi. Qadağan idi ölkəyə gəlmək. Yəqin ki, müddəti bitib, yenidən ölkəmizə ayaq açıb. Bu xavaric təkfirçi Veysel Orucov indi ən çox bu Zaqatalaya dadanıb, Zaqatala, Balakən, orada insanlar ətrafına toplamağa çalışır. Özü ki, Zaqatalada ətrafına topladığı da Əlxan Musayevin adamlarıdır, Əlxan Musayev yaxın adamlardır. Yəni təkfirçi fikirli, xavaric fikirli insanlar ətrafına toplayır. Ümumiyyətlə bu çox təhlükəli insandır, həm də ki bu saxtakardır bu. Nəyə görə saxtakardır, indi qeyd edəcəm. Birinci, bu illərdir əqidəsini gizlədirdi. Bu Yusuf Qardaviçidir. Yusuf Qardavi bilirsiniz də həlak oldu. Getdi Allahın hesabında. Misirli idi. Misirdən qaçmışdı. Və Qətərdə məskunlaşmışdı. Və Ərəb baharının banisi fətvası. O fətva vermiş ki, Libiyada insanları qızışdırdı. Hətta fətva vermiş ki, Qəzzafini öldürmək savabdır deyə, öldürün deyə. İnsanlar gelib Qəzzafini öldürdülər. İstər Suriye olsun. Onun fətvasından sonra ki, orada cihad, burada cihad, minlərlə, 10 minlərlə insanlar gelib işi də qoşuldular. Yəni, Yusuf Qardavi budur yəni. İslam ümmətinin bəlası, bəla oldu İslam ümmətinin başına. Və bu, Veysel Orucu Yusuf Qardaviçidir. İllərlə öz əqidəsini gizlədirdi. Bu, deməli, Mədinədə bununla görüşmüşdü. Özləri mənə danışmışdılar. Moskvadan olan uşaqlar ki, biz onunla görüşəndə olan oturub Yusuf Qardavidən danışıb, Yusuf Qardavini təbliğ eləyib, Yusuf Qardavini tərifləyib. Və bu Yusuf Qardavi də öləndə dəridən qabıqdan çıxırdı. Mən özüm sosial şəbəkədə görmüşdüm. Ay, İslam ümmətinin böyük alimi öldü. Ay, İslam ümmətinin əlim nəyi itirdi. Atası nə ağlamazdı. Və elə qələmə verirdi ki, bu İslam ümmətinin ən böyük alimi itirib. Hansı ki, İslam ümmətinin ən böyük fitnəkarını itirdi. Yaxşı da oldu, həlak oldu. Onun fətvaları sayında 100 minlərlə ailələr dağıldı, insanlar öldü. Bu Yusuf Qardavi. İndi Allah hesab verir. Fitnənin, Ərəb baharın başçısı. Bu şəxs Yusuf Qardaviçidir bu. Gizlədir, sonra ortaya çıxdı. Ona görə bundan uzaq durun. Yəni bu çox şərdir bu. Həmçinin bu o qədər saxtakardır ki, yəni maşennik. Bu adam Mədinədən qovdular. Bu Elmiş yazırdı. Elmişin də oğurluq elədi. Hansı götürüb bir dənə Hənəfi alimin sözünü öz sözü kimi verib. Orada da alimlər araşdırdılar ki, bu oğrudur. Və bunu Elmişdə məhrum elədilər. Adının qabağına doktorzad yazırdı. Doktor sözünü silib bilinindi. Özünü şeyx yazır. Mədinədən qovdular, biabırçı qovdular. Hətta lövhədə asdılar ki, bu Elmişdə oğurluq elədiyi üçün bir ay ərzində Mədinəni tərk etsin. Yəni biabırçılıqla o Elmişindən məhrum oldu. Qovdular, doktorantura da ala bilmədi. Çünki saxtakardır bu insan. Yəni, düşünün, Elmiş də bu saxtakarlıq eləyir. Alimin, Hənəfi alimin sözünü öz sözü kimi təqdim edir. Və elə bilib ki, alimlər də bunu bilməzlər. Hansı ki, ona görə qovdu. Yəni, bu insan saxtakardır bu insan. Təkfirçi təkfirçi kimi danışır. Ətrafı, Gürcistana da bizim səfərlərimiz olub. Ətrafı bütün təkfirçi, xavaric, hamısını bir yerə yığıb. Təkfirçi, xavaric, ixvan, hər məqidədə, hər mənhəcdə var bu insan. Siz düşünün ki, Gürcistan'da bunu sağ əlini həbs eləmişdilər. İndi də bilmirəm, həbsdən çıxmadı. Yəni, Gürcistan dövləti çünki təkfirçiymiş. O da həbs ondan sonra nə deyib, bu ölkədən qaçdı. Bəlkə bir ildən çox Gürcistana qayıda bilmədi. Və sonra qayıtdı, çünki bu artıq orada figur kimi bundan istifadə edirlər. Yəni, seçkilər qabağı buna deyirlər ki, hansısa partiya get bizim üçün cəmaatdan səs topla, sən ölkəyə buraxırıq, ölkəyə gəl. Amma şərt nədir? Bizim üçün səs toplayacaqlar. Yəni bu olub hansısa bir partiyaların, yəni figürü olub, onun səs toplayır, buna səs toplayır. Çünki bu dinlə əlaqəsi yoxdur, bu maşenlikdir bu adam. Düşünün, belə bir insan, yəni siyasi partiyalar üçün səs toplayan Gürcistanda, sonra buradan ixvan tərifli, təkfirçi, xavaric, işitçi, yəni Suriye fətvaları verir, insanlar ölümə göndərdi. Belə bir insan yenidən ayaq açıb ölkəmizə, gedir Zaqatalada toplayır.
insanları. Və düşünün ki, Zaqatalada onsuz da Zaqatala Balakən problemlər var ki, bu Adi Rəcəbov nə qədər insanların, dindarların başını xərab edib, hizbiçiliyi təbliğ edib. Yəni din adı altında nifrətlə yetişdirib o həmən insanları. Və bu da indi onlarla yığışsa gör nə olacaq. Elə bil ki, ateşin üzərinə benzin tökürsən. Ona görə diqqətli olun. Yəni belə insana görüşməyin. Zaqatalada bu təkfirçi başı, xavarici başı Əlxan Musayevçilərinə oturur durur. Gördü ki, bu saxtakar maşinlik Zaqatalada vəfat etmiş məşhur imam var idi. Kavud ayı deyirlər ona. Məşhur Zaqatala məscidinin imamı. Onun qəbrini ziyarət eləyir. Bu hamısı gözdən pərdə asmaq üçündür. Özü Zaqatalada cəmaət arasında, çünki o Kavud ayını çox istəyirlər insanlar. Yəni tanınmış məscid axundların, imamlarından birisi olub. Zaqatala xalqı onu çox istəyir. Hətta Balakən xalqı çox istəyir. Bölgədə çox istəyirlər. Onun qəbrini ziyarət edir, özünü göstərmək üçün pərdə assın və insanlar arasında nüfuz toplasın. Ona görə bu ixvan, təkfirçi, xavaric, yəni siyasi oyunlara alət olan, siz düşünün də bu nə deməkdir bu? Yəni Yusuf Qardaviçi, yəni Suriyə cihad fətvası olsun. Bunun fətvalarıyla da bu Əlxan Musayevlə bərabər işləyirlər bunlar. Fətvaya nə qədər insanlar getdilər, öldülər Suriyada. Əlxan ola bilsin ki, bunu Əlxan Musayev elə özü gedə bilməyən yerlə Əlxan Musayev bunu soxuşdurur. O da ola bilər. Çünki bunlar Əlxan Musayevlə bu illərlə bu Kuveytdə bağlanan təşkilatın nümayəndəsi idi. Veysel Orucov İhya Turas təşkilatının Gürcistan nümayəndəsi idi. Və Əlxan Musayev Azərbaycan nümayəndəsi idi. O təşkilat bilirsiniz 2001-ci ildə Azərbaycana bağlanıb, amma bunlarla işləyirdilər. O təşkilat da artıq Kuveytdə də bağlandı. Radikallığı maliyyələşdirdiyinə görə. Çünki təşkilatın bir qolu, cihadist qolu Suriyə dəstəyi verirdi, maliyyə dəstəyi və o pullar da bilirsiniz haralara getdi. Bunlar bu Əlxan Musayevlə, bu Veysel Orucov o qrupla işləyənlərdəndir. Yəni bu insan saxtakardır, maşenlik, din adı altında hər şey var. Təkfirçilik, xavaric, işitçilik. Yəni sənə görə nə istəyir danışsın. O vaxtda bir hadisə də olmuşdu. Bu gəlmişdi Qobustan tərəfdə bir qardaşa deyib ki, mən apar təkfirçilərlə görüşüm, onlara dəvət eləyəcəm. Aparıb görüşdürüb, qardaş da səmimi qardaş elə bir dəvət eləyəcək. Deyir, gördüm ki, nə dəvət eləmək? Qucaqlaşdılar, onların telefon nömrələrini yığdı. Biz qardaşıq, nə ölüm, nə iyi, filan peşmanı. Hətta bu hizbiçi Adi Rəcəbov bundan çəkindirir. Adi Rəcəbov buna görə, bu Veysel Orucov, yalnız ki, mən vaxtı ilə bu Veysel Orucovun iç yüzünü açdım Azərbaycanda. Azərbaycan ictimaiyyəti bildiyi, Allah həmd olsun. Neçə il Azərbaycan gələ bilmirdi. Bu təkfirçiyə görə Adi Rəcəbov mənə zındıq demişdi. Niyə mən bunu bəyan eləyirəm deyə. İndi Adi Rəcəbov bundan çəkindirir. İndi Veysel Adi Rəcəbov buna görə mənə zındıq demişdi. İndi özün çəkindirirsən Veysel Orucovdan. İndi o zındıq sözü keçir görəsən sənə. Subhanallah. Bunların bu necə deyərləri? Peyğəmbərimiz sallallahu buyuruyor, bu xavariclər haqqında sufayl əhləm, səfehlər. Bunlar dünya görüşü də yoxdur. Mən 10 il əvvəl, 15 il əvvəl Veyseldən çəkindirəndə ki, bu insan şərdir, bu insan təbliğatı budur. Buna görə mənə zındıq demişdi Adi Rəcəbov. Zındıqdır. Sonra demiş ki, o zındıqdan zındıqlaşır. İndi Adi Rəcəbov özü çəkindirir. Hə, Adi Rəcəbov. İndi o zındıqlaşır sözü sənə keçir-keçmir. Bunlar belədir. Saxtakardır bunlar. Bir gün belə, bir gün belə, bir gün belə. Ona görə Allah bunun şərindən qorusun xalqımızı, ölkəmizi, vətənimizi. Diqqətli olun bu sapıqdan. Azərbaycana ayaq açıb ölkəmizə. Özdə bu hansı bölgəyə gedirsə, orada təkfirçilik güclənir. Xavarici güclənir. Allah bunun şərindən qorusun. Amin.